Sosun tərkibində var soğan, rəngli biber, kök. Və kənd sopası. Yəni ikisindən də istifadə edə bilərsiniz. Filə və kənd sopası və ya ümumi toyuq. Qaynadım onun bütün dərsilə də səhv olur. Ondan sonra kartof, yumru düyü, tel şəhriyə, su, duru yağ, kərə yağı, ədviyyatlardan isə duz, bulyon və sarı kök. Ləngli supunun bir çox hazırlama qaydası var. Yəni, pişirə-pişirə digər hazırlama qaydada haqqında məlumat verəcəm, amma bugün əsas birini ən tez hazır olanına keçəcəyik. Tərkibi soğan, sarımsaq, biber pastası, tomat pastası, rəndelənmiş 1 adet pomidor, mərcimək, ədviyyatlardan duz, pul biber, sarı kök, duz, pul biber, sarı kök və quru nanə. Pul biber, sarı kök və quru nanə. Doğra. Doğranın tərkibi qatıq, yumurta, yumru düyü, su və göyərti çeşidləri. Göyərti çeşidləri mən istifadə edirəm. Yəni, bu zövqə görə olan bir şeydir. Yəni, adamlar var sırf kənd göyərtilərindən istifadə edir. Mən öz üslubumu deyəm ki, mən vururam nanə, vururam, ağ reyhan, ıspanak, dağ kişnişi, şüyüd, kişniş və kəvər. Zövqə görə, bölgələrə görə bunun içinə noxud əlavə edə bilərsiniz, eləməyə də bilərsiniz. Bu bölgədən asılıdır. Biz bugünkü doğramızda noxuddan istifadə edəcəyik. Xeyr, ət olur. Yenə dedim ki, bu müxtəlif bölgələrə, adət-ənənələrə görə ayrılıbdır. Hadi karıştırırsan. Ta ki həll olana qədər qarışdırmaq lazım. Buyur bəy. Siz davam edin. Mən keçim digər mərhələyə. Bu qatıq supunu, yəni doğranın davamını gətirmək üçün bizə lazımdır belə bir qazan. İçində də düyünü qoyacağıq qaynamağa. Ta ki düyü pişənə qədər. Pişəndən sonra qarışdırdığımız bu malzəməni içinə əlavə edəcəyik. Deməli, gündəlik personal üçün yemək pişirilir burada. Bizim şefin köməkçisi. Nə pişirirsiniz bugün? Ciyər? Görə qatda çıxacaq ya. Hələ ki qatda eləmək. Usta, bugün bizim bişirəcəyimiz doğğa sırf milli mətbəxdir. Yəni belə desək, bizim bildiyimiz dədə-baba doğğa. Bəli. Amma xarici mətbəxlərdə bunun fərqli formaları var, oxşar formalar. Türkiyədə var, yayla supu var,
lebeniya şorbası var. Onların tərkibində indi məsələn müəyyən fərqlər var ki, Türkiyədə o yayla supunda sırf nanə vurulur, çörək yağı ilə qovrulur. Bizdə elə olmur. Bizdə müxtəlif tər göyərtilər, tərələr deyilir, müxtəlif göyərti növləri vurulur. Lebeniya şorbasında da əlavə olaraq şirin toz biber və küftəciklər əlavə olunur. Bizim də bəzi bölgələrimizdə var ki, küftəciklər əlavə edirlər, bəzi bölgələrimizdə noxud əlavə edirlər, bəzi bölgələrimizdə əlavə edirlər kələm. Günorta yeməyi də hazırlanır, amma bundan bizə verməyəcəklər. Hər gün hazırlayır xanım, sonra bizə vermir. Bunu bütün toyuqdan da eləmək olar, yəni broilerdən qaynadırsan, dərisini çıxarırsan, ətini, bütün hissələrin ətini didirsən və öz bulyonunda hazırlayırsan. Bunu filedən də eləmək olar, kub-kub doğrayırsan, bütün tərəvəzləri kub-kub doğrayırsan və elə pişirmək olar. Və yaxud da bu cür sorpadan istifadə eləmək olar. Ən dadlı olanı bu cür kənd sorpası ilə hazırlanandır, amma ən az satılandır. Niyə az satılır? Çünki bu bütöv toyuqdur və müxtəlif hissələri var və hər insan toyuğun hər hissəsini sevdir. Və bu müştərilər arasında bir növ narazılığa gətirib çıxarır. Yeməyə çıxmamaq üçün. Biz yeməyi şəffaf eləməliyik, təmiz eləməliyik, gözəl görüntülü eləməliyik ki, müştəri onu bəyənsin. Həm görünüşünə görə bəyənsin, həm dadına görə bəyənsin. Evdə bəzən bunu yeməklə bir yerdə qaynada bilir. Yeməyin üzündə, ziraqlarında çöküntülər olur, kətlər yığılır. O olmasın deyə bunu ayrıca qaynadacağıq. Suyundan istifadə edəcəyik. Amma suyunu tekrardan süzüb istifadə edəcəyik. Ona görə qoyaq bunu qaynasın. Noxudumuzu əlavə edirik. Noxud da tam həlim olana qədər yumuşaqsın onun içində. Hazırdır, yumuşalıqdır. Noxudu da əlavə eləmişdik. İndi bayaq nə qarışdırmışdıq? Yumurta ilə qarışıq. O qarışımı bunun üzərinə əlavə edəcəyik. Asta-asta əlavə edirik. Bir ədəd rəndələnmiş pomidor, biber pastası, tomat pastası, 2 dişlə sarımsaq. Bax, səmdən qatının qaynadığını görsünlər. Görsün, qatıq qaynır bu hissədən. Qatıq qaynayanda artıq biz göyərtisini əlavə edirik. Ümumi bildiyimiz, yəni klassik doğadakı kimi qarışdırmayacaq. Yanında durub qarışdırmağa ehtiyac olmayacaq. Bir partiya göyərtisə keçəndə mümkün qarışdırırıq. Sonrasına ehtiyac olmayacaq. Yəni bu burada qoyub, təxminən bişmə vaxtı nə qədərdir? İndən sonra 20 dəqiqə. 2 dəqiqə. Bu üsulla qaynayır, yəni toxunmadan sadəcə qaynayır. 2 dəqiqədən sonra qoyursan qırağa və 5 dəqiqə də stolun üstündə. Sadəcə bulursan, o da içinin temperaturu çıxsın deyə bulursan. Çox yetərli. Amma ağzına nə barədə qapaq qoyarsın. Bişmiş, istikli qırağa qoyduğunuz yeməyin üstünə qapaq qoyub saxlamayın. Orada artıq qızdırma hadisəsi baş verəbilir. Eləməyəcəklər.
Yenə də bizim yeməyəcəyimiz yeməkdir bu. Soğanın qovururuq. Yəqin ki, bu ciyərin soğanıdır. Bəhruz usta bundan bizə verməyəcək. Toyuq supuna başlayırıq hazırlamaqdır. İlk öncə bizə nə lazımdır? Soğan. Zəhmət olasa soğanı verir mənə. Soğanımızı əlavə edirik isti tavamıza. Soğanı qovururuq rəngi dəyişənə qədər, amma qızartmırıq. Nəzərə aldınız ki, bu yemək duru yemək. Və sonda bu tərəvəzlər yeməyin üzünə çıxır. Əgər soğan qaralsa və yaxud həddindən artıq qızarsa, o yeməyin üz hissəsində pis görüntü əmələ götürəcək. Ona görə qovururuq, amma qızartmırıq. Yandırmırıq. Diqqət edirik. Kök bu yeməkdə ən sərt komponentdir. Ona görə soğanın üzərinə kökümüzü əlavə edirik ki, yumşalmağa başlasın. Biz kökü sonda əlavə eləsəydik, bunu qovuranda düyüdə dəndən qalır. Vermişi də dəndən qalır. Dərhal suyu əlavə eləməyimizin məqsədi odur ki, bizim kub-kub doğradığımız rəngli bibərlər qovurulub əzilməsin, qabıqdan çıxmasın, qaynasın və diri qalsın. Ona görə biz dərhal suyunu əlavə edirik. Kartofumuzu əlavə edirik. Təxminən bişməyə nə qədər qalmış kartof əlavə eləmək lazımdır? Bunu axırda da vura bilərdik, amma biz əti qaynatmışıq deyə, ət artıq hazırdır deyə tez əlavə elədim. Çünki burada bişməli içində artıq bir dənə kök qalıbdır, bir də düyünün şişməyi qalıbdır. Onunla da bu istəyirəm eyni vaxtda bişsin də. Məsələn, düyü bişər, kartoşka qalar, kartoşka pişənə qədər düyü daha da həlim olar və yaxud əksinə olar. Düyü qalar, kartoşka artıq didlər gedər. Ona görə istəyirəm ki, eyni vaxtda olsun. O da hazırdır. Baxın, Son olaraq qızılı rəngi alsın. Qızılı rəngi aldıqdan sonra kök vermişimizi də əlavə edirik. Şəhliyəmizə. Artıq bir dənə qalıb düyünün şişməyi. təxminən nə qədər müddət sonra hazır olacaq bu? Mənim nəzərimcə artıq 20 dəqiqəyə tam hazır olacaq. Ümumi. Əla. Hər kəsə nuş olsun. Hazırdır. Toyuq tikələrimiz içində. Bax, rənglər görürsünüz, hamısı diri-diri qalıbdır. Əzilməyib. Bütün komponentlər içində hiss eləmək olur. Rəngli bibərini, kökünü, kartofunu, hamısını. Dadına da indi baxıb özümüz qiymət verəcəyik. Biz sufumuzu qabımıza çəkək. Qatılığı, kıvamı o qədər yerindədir ki, yəqin ki, dadı, duzu da eynidir. Nuş olsun. Yanında nə vermək olar? Bunun yanında vermək olar sirkə sarımsağı. Bunun yanında vermək olar suxarik. Bunun üzərinə əlavə eləmək olar rəng vermək üçün zirin. Həm rəng verir, həm dad verir. Baxın, görüntüsünə. Əla görsən. Nuş olsun, nuş olsun. Başlayırıq. Biraz tuzumuzdan səpirik. Zümrüd xanım kimi soğan qovurundan sonra səpirik, əvvəldən səpirik ki, soğanın suyunu çıxartmağa kömək edir bu duz. Və onda daha yaxşı qovurlar. Sən yaxına çəkib görsən, parıldadı soğanlar. Bir suyunu bırakır, görsən. Bəli, 2 qaşıq tomat əlavə edirik. 1
2. Bir dənə dolu qaşıq vursan bəsdir. Bir qaşıq da biber pastası vurduq. Və yaxşı qovururuq. Mədəyə qıcqırmağa verməsin deyə. Tomat qovrulmalı. Qəşəng qovurur. Ta ki yananda artıq görürsən dibinə yapışır. Rəndələnmiş pomidorumuzu əlavə edəcəyik. Sür. Qəşəngməsini biraz qarışdırırıq. Dibinə yapışanda suyunu əlavə edəcəyik. Bunların hamısının bir izahları var ki, niyə biz ayrıca soğança ilə tomatı qovururuq, mərcini ayrı qaynadırıq. Bunun ustaların dediyinə görə səbəbi rənginin diri qalmağıdır. Amma biz bu cür eləyəndə rəngini diri saxlayırıq. Onlar niyə ayrı qovururlar tomatla, rəngi diri qalmır? Çünki biber pastası vurmurlar. Biber pastasının bunun içindəki effekti yüngülvarı şirinlik verməkdir. Biber pastasının ayrıca baxsaz dadına şirin tamı var. Və rəngi də ölməyə qoyulur. İndi blender eləyəndən sonra rəngini çəkəcəm, baxarsınız. Rəngi necə diri qalır. Biz bir parça tefalımızı əlavə edirik. Suyumuzu, bax, üstündən çıxacaq qədər su əlavə elədik, çox əlavə eləmirik. Və icazə veririk mərciyi yavaş-yavaş qaynadıqca açılsın. Biz bunun burasına qədər də su əlavə edə bilərdik. Amma bu tələbələr hələ yeni yetişir. Onlar bilmirlər ki, bu mərci nə qədər açılacaq. Mərci suya görə az ola bilər və yemək çox dur ola bilər. Düzdür, bunun müxtəlif yolları var ki, əlavədən mərci qaynadaq, əlavə eləyək və ya un həlimi verək. Amma burada yeməyin damarı, dadı qaçır. Gərək ən birincidən, əvvəlcədən yeməyə artıq suyunu normasında tökəsən. İndi biz bu qədər su əlavə elədik, mərci açıldıqca az da suyunu əlavə eləməyə başlayacaq. Mərcimizi servis edirik. Azca limondan sıxırsan, yeməyin dadını itirməyəcək səviyyədə. Qaynar. Deyək, içimizi də bir isitsin. Mərcimizi də əlavə edirik. Üzərinə də az miqdarda quru nanəmiz. Bəh. İndi bir dənə qaşıqlamaq lazımdır.